Bilirsiniz ki, İranı məğlub eləyə bilmədilər. Bunların planlarında daxili ixtişaş salmaq idi. Ön planlarında olan baş tutmadı, bombaladılar, bu da baş tutmadı. Nəticə etibarilə İran demək olar onların silahlarının çoxunu əlindən aldı. Amma bu ixtişaş salma məsələsi gündəmdədir, planlarındadır. Mən ona bir Yəni hakimiyyət dəyişikliyi, rejim dəyişikliyi. Rejim dəyişikliyinə getmək üçün yeganə üsul vətəndaş ixtişaşı yaratmaqdır. O da ölçü biçiklər, orada İran əhalisinin yarıdan çoxu Azərbaycanlı türklərdir, Qaşqaylardır, Azərbaycan türklər və s. İstənilən halda Azərbaycan xalqına müraciət etmədən, siyasi məsələyə, münaqişəyə qoşmadan buna nail olmaq qeyri-mümkündür. Bu plan durur gündəmdə, bu planın üstündə ciddi işlənilir. Bir həftə öncə İngiltərədə Kürd deməli, birliklərinin, o dəstələrin deyək, SDG, YPG, PJA, ümumiyyətlə orada tayfaların hamısının liderlərini İngiltərədə yığdılar. Bir dənə Bərzani nümayəndəsi rəsmi getməmişdi. Daha olsun ki, nümayəndə kimi iştirak edirdilər. Yəni, elan olunan arasında Bərzani qrupu yox idi. Ancaq hamısı var idi. Məqsəd yenə də həmən ilk gündəmdə olan məsələdir ki, qayıdıblar ona, bu son günlərdə bir həftə ərzində baş verən hadisələr, Kürd yaradılıbdır, Kürd Urmiya, İsfahan xətti ki var orada, Azərbaycanla səhrəd, Urmiyanı artıq kürdləşdiriblər də bilirsiniz. Orada postlar qurmaq, söhbət nədən gedir? Kürd silahları yerləşdirilibdir, orada qırğın yaratmaqdır. Azərbaycan qırğını, Kürdlər tərəfindən. İstər-istəməz bu müharibəyə cəlb eləmək, mübarizəyə cəlb eləmək istəyirlər Azərbaycanlıları. Azərbaycanlılar da silahsızdır. Bunu artıq hamı bilir. Kürdlər tam silahlanıbdır, epikrovkaları hərbi döyüşçü səviyyəsindədir. Qeyd edim ki, 28 minə yaxın Suriyada Kürd silahları var idi ki, tam nizami ordu səviyyəsinə gətirilmişdi və onların maaşı bugün də Amerika tərəfindən ödənilir. Amerikanın müdafiə xərclərində nəzərə alınıbdır. Siz fikir verin nə demək. Və onlar da həmən istiqamətdə yeridilibdir, saxlanılır orada, mobil vəziyyətdə. Və orada deməli İran postları var ki, İran ordusunun oralar vurulur. İşlənilir ora. Aviasiya tərəfindən yollar açılmaq üçün. Kürdlər qorxurlar. Birinci həmlə oldu, bilirsiniz də, martın əvvəlində İran aviasiyası, raketlə ordusu qırdı, bir çoxunu bombaladı, dayandıdılar. Ancaq artıq bu yenidən gündəmə qoyulur. Trumpın çıxışında ki, yox biz onları silahlandırdıq, silahları özündə saxladılar. Bu fikir yayındırmaqdır. Bugün də bütün Kürd təşkilatları çıxıb təksib verdilər ki, bizə silah gəlməyib və belə bir PJK-nın açıqlaması oldu, digərlərinin açıqlaması. Ehtiyac yoxdur, tam silahlı vəziyyətdədirlər, tam epikforlu vəziyyətdədirlər onlar. İndi mən gələcəm faktlara. Yəni, deyirsiniz ki, bu yaxın perspektivdə Azərbaycanlılarla orada qırğın çıxartmaq istəyirlər, səbəbi də Azərbaycanla Türkiyəni müharibəyə qoşmağa, hər hansı bir formada. Çünki istənilən halda, özə qırğın törədəndə görürsünüz də, İsrail ya Amerika 5 min, 10 mindən fərqləmir onlar üçün, körpə məktəbidir filandır. Bu aktual məsələdir, çox ciddi məsələdir. Çünki bombalamaqla bir şey əllərinə keçmədi. Orada da aparıcı qüvvə, qeyd elədiyimiz ki bunlardır. İstər-istəməz Azərbaycanlarda o qırğın törədilirsə, biz kənarda qala bilməyəcəyik. Biz kənarda qala bilmədiyimiz kimi Türkiyə də kənarda qala bilməyəcək. İndi o münaqişə hansı vəziyyətə gələcək, nə tər çıxacaqdır? Burada İran silahlı qüvvələri bunun qarşısını ala biləcək ya yox. Məsələ burasındadır. Amma bu proses baş verəcəkdir. Sabah indi səhər Türkiyə vaxtı ilə 3-ə qədər bu üzdən İran, üzr istəyirəm, belə deyək də, ultimatumu vaxt veribdir güya. Trump'ın mı? Bəli. Ona başqa Epstein-də iştirak eləmiş insanlara bizim Azərbaycan dilində üzr istəyirəm, üzdən İraq deyilir. Bizim leksikonda siz ki, jurnalistiniz bilirsiniz ki, mədəni şəkildə bu cür adlandırılır. Nə baş verəcəkdir? Sizin efirdə, səhv eləmirəmsə, 6 il bundan öncə bir verilişdə mən proqnoz verdim ki, Suriyada baş verən hadisələr Azərbaycanda gözlənir. Çünki siyasi təhlil aparanda
İsrailin strateji planları, proqramına baxanda istər-istəməz bu regionlar həmən təhlükə altına düşürdü. İndi siz bir şeyə diqqət yetirin. İsrail burada həm Qəzzanı bombalayır, həm İranı bombalayır, həm Suriya ərazisini bombalayır, həm də Livana girib Livanı dağıdır. Belə deyək də, Hizbullah olan ərazi tutaq ki, nə bombalayır, bunun düşmənçiliyi var. Xristiyan yaşayan cənub zonasındakı rayonları dağıdır, bombalayır, yerlə yeksan edir. Nə ad vermək olar buna? Həmən plan deməli aktualdır. Bu ixtişaş yaradılıbdır, təsadüf deyil. Davamlı davam edir bu. Nəticə etibarilə bunlar üçün özlərinin o dini proqram deyək, o dini proqram da adlandırmaq olar. Çünki Allahın elə heç bir dini kitablarda yoxdur, özlərindən uydurduqları bir yazıda qoyublar. İstər-istəməz bu hadisələr baş verir. Söhbət nədən gedir? Bu hadisələrin gücləndirən ikinci bir mən konkret faktı deyəcəm. Zelenski gəldi Suriyaya. Ötən gün. Bəli. Orada hansı təkliflər olubdu? Əl-Şarə ilə görüşdülər. Əl-Şarə kimdir ki? İndi tutaq üçün türklər müdafiə də eləyir onu, amma əslində o... Terrorçu deyəsizmi? Yox, mən terrorçu demək istəmirəm. Söhbət indi... Keçmiş terrorçu yaxşı. Yox, o döyüşçü olubdu, indi terror adını qoyurlar. Ancaq xislət etibarilə bu adam güc kimdədir, ona yıxılır. Kimlə qorxur? Bir il ərzində, 2 il ərzində göründü də kim idarə edir, ona yıxılır. Zelenskinin təklifləri nə idi? Orada dron istehsal eləmək, onun ordusunu dronla təmin eləmək, hər hansı bir formadasa İrana qarşı mübarizəyə cəlb eləmək. Bilirsiniz ki, Zelenski də İrana qarşı düşmənçilik mövqeyini açıqladı. İran da... Neynəsin, İran dronları Zelenskinin şəhərlərini xaraba qoyub da, yəni şahidlərlə vurulur da. Belə deyək də, bax, yanaşma tərzində biz adi gəlir ki, bu vurubdur, bu da vursun onu. Söhbət nədən gedir? İran eyni şey eləmirmi? İran bu dəqiqə, deməli, Amerika bazalarını Körfəz ölkələrində vurmurmu? Körfəz ölkəsi deyir, mənə niyə vurursan? Deyir ki, sən Amerika bazası oradan məni vurur, mən də səni vuracam da. Buna Türkiyə təcili reaksiya verdi. Elə belə məsələ deyil bu. Bu qeyd elədiyim məsələnin arxasını saxlamaq üçün, gücləndirmək üçün atılan bir addımdır. Qaldı Zelenski neynəsin deyəndə, Zelenski də bir proyektdir. Mən bunu sizin efirdə də demişəm dəfələrlə də. Amerikan proyekti mi? Təbii ki. Orada məqsəd rusları qırmaqdan deyil, nə qədər Ukrayna xalqı qırılıbdır, nə qədər də ölkədən didərgin düşübdür. Götürəndə Ukraynaya zərbə dəyibdir. Söhbət nədən gedir? Orada bir intiqam alınır. Vaxtilə Bogdan Xmelnitskinin yəhudləri qırıbdır, onun intiqamı alınır, bir mənalı. Deyilməsə də, faktiki qırılan adamlara baxırıq, görkəmli Ukrayna silah o komandanlarına baxırıq, çıxardılır, həbs olunur, öldürülür. Qırılan xalqa da baxırıq. Və vəzifədə maraqlansanız, görərsiniz ki, milliyyətcə ən çox hansı adamlar rəhbər vəzifə tuturlar. Qaldı biz, düzdür, milli azadlıq hərəkatı, bu Rusiyanı müdafiə eləmək üçün demirəm. Təbii ki, imperialist düşüncəli Ruslarda da o var, Pyotrdan qalma vəsiyyətlər, İngilislərdə də var, Yəhudlərdə də var. Biz sadəcə düşünməliyik, mən dedim, qeyd elədim. Mən gəlməkdə burada həyəcan təbili çalmaqda məqsədim odur ki, sabahları bunun bir ucu bizə deyəcəkdir. İstəsək desə. Nə etməliyik, yaxşı? Bizdə burada indi söhbət çıxışımın sonunda ona toxunacam. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Ali Başkomandan artıq öz siyasətində bu işləri nəzərə alır. Edilən yardımlardır, məsləhətləşmələrdir, Pezeşkiyanın zəngidir, dostluq münasibətlərinin qurulmasıdır. Özlüyündə bu su səni aparırsa seldir. Bir dəvənin dərisi bir qatıra yükdür. Bizim ata-baba sual, bu hərbdə də belədir. Hər hansı bir hərbi vəziyyəti qabaqcadan düzgün təhlil edib, konkret nəticəyə gəlmədən məğlubiyyəti gözünün qabağına almalısan. Özü də burada hadisələr baş versə, bir Dərbəndə kimi gedəcək, Rusiyaya keçəcəkdir. Elə belə deyil bu söhbətlər. Məsələn, Çeçenistanın İranı açıq müdafiə eləməyi bəyanətlə. Siz bilirsiniz də bunu məlumat. Burada başqa məsələlər var. Mən Zelenskinin burada görüşlərinin və başqa Əl-Şarə getdi Almaniyaya, fikir verin. Almaniyada görüşəndən sonra Suriyaya 200 milyondan çox yardımcı ayırdılar.
Oradan qayıdan kimi bir neçə gün sonra Zelenski gəldi. Zelenski hara, Suriya hara, Əl-Şari hara. Və orada olan təkliflərdə aydınlaşdı, ortaya gəldi. Xarici İşlər Naziri Türkiyəndə Suriya gəldi, təcili görüşdü, söhbətləri açmasalar da artıq mətbuata sızdı bu söhbətlər. Bu həmən şey gəlir dediyim şeyin üstünə, Azərbaycanlılara qarşı təxribat hadisələri törətməyin.